Hər kəsə salam. Mən bugün buraxılış imtahanı sualları əsasında aprel ayında imtahan verəcək olan məzunlar və 9 sinif şagirdləri üçün qrammatikanı təkrar etmək istəyirəm. Və bir şey qeyd edim ki, mənim bugün izah edəcəyim suallar keçən ilin məzunların buraxılış imtahanı düşmüş suallardır. Ancaq 9 siniflərdə bundan faydalana bilər. Deməli, 31-ci sualımıza deyir ki, cümlələrin birində feili bağlama tərkib yaratmamışdır. Əvvəla cümləmizi oxuyaq. Şahid ifadələri ilə tanış olmadan sizə heç nə deyə bilmərəm. Deməli, bizim burada feili bağlamamız olmadan, yəni madan mədən. İndi baxaq görək bu tərkib yaradıb yoxsa yaratmayıb. Təhlil eləsək cümləni. Nə edə bilmərəm? Deyə bilmərəm. Kim, mən nə zaman bir söz deyə bilmərəm? Şahid ifadələri ilə tanış olmadan, yəni bu tövlükdə feili bağlama tərkibi var burada, zaman zərfliyi olub. Ona görə də A variantında feili bağlama tərkibi var. Ona görə A deyil. B-yə baxaq. İşlərimi tamamlayaraq evdən çıxdım. Yəni də burada bizim feili bağlamamız araq ərək, yəni budur. İndi baxaq görək tərkib yaradıb yoxsa yox. Nə etdim? Çıxdım. Kim, mən necə çıxdım evdən, nə cür çıxdım, işlərimi tamamlayaraq, tərz hərəkət zərfliyi olub feili bağlama tərkibi ilə, yəni burada da yaradıb. C-yə baxaq, siyahını köçürərkən diqqətli ol. Burada da bizim feili bağlamamız arkan ərkən, yəni köçürərkən. Nə et, diqqətli ol, nə zaman diqqətli ol, siyahını köçürərkən, yəni burada da feili bağlama tərkibi yaradıb, ona görə C də deyil. D-yə baxaq. Köhnə dostumla rastlaşdıqda çox şad oldum. Burada da feili bağlamamız rastlaşdıqda budur. Görək feili tərkib yaradıb yoxsa yox. Nə etdim? Şad oldum. Nə zaman şad oldum? Köhnə dostumla rastlaşdıqda. Gördüyünüz kimi burada da feili bağlama tərkib yaradıb. Ona görə D də deyil. Y-yə baxaq. Məryəm razılıq edərək onlardan uzaqlaşdı. Nə etdi? Uzaqlaşdı. Kim uzaqlaşdı? Məryəm. Məryəm kimdən uzaqlaşdı? Onlardan. Tamamlıq. Məryəm necə uzaqlaşdı? Razılıq edərək. İndi bir şey qeyd edim burada. Razılıq edərək nə olsun ki, iki sözün birləşməsidir. Razılıq etmək, yəni olmaq, etmək, bilmək, qılmaq sözlərini biz əsasən mürəkkəb feil kimi sayırıq. Yəni bunlar bir söz sayılır. Yəni razılıqla etmək biz bütövlükdə bir dənə söz sayırıq. Ona görə də bu mürəkkəb feildir. Yəni bir məna ifadə etdiyinə görə, yəni sadəcə olaraq ayrı yazılı mürəkkəb feildir. Ona görə cavabımız olacaq burada Y variantı. Yəni bu bir ifadə sayıldığına görə o artıq tərkib yaratmır. Ona görə cavabımız olacaq Y variantı. 32-ci suala baxaq. Hansı cümlə üzvü həmcinsdir? Uşaqlar mahnı oxuyur, həvəslə rəqs edirdilər. Cümləmizi təhlil edək. Nə edir? Oxuyur. Xəbər. Kim? Uşaqlar. Nə edirdilər? Rəqs edirdilər. Kim? Yenə uşaqlar. Gördüyünüz kimi bu cümlədə iki dənə xəbər var. Oxuyur və rəqs edirdilər. Ancaq bir mübtədaya aiddir. Yəni ikisi də uşaqlar mübtədasına aiddir. Yəni iki xəbərim var, bir mübtədaya aiddir. Deməli mənim burada həmcins üzvüm xəbərdir, yəni A variantı. 32-ci suala baxaq. Nümunəyə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Partiya sədrinin danışığı Surxay və Daşdəmiri xeyli təəccübləndirdi. İndi doğruya baxaq. Cümlənin xəbəri keçmiş zamanda olan feillə ifadə olunub. Cümləmizi təhlil edək. Nə etdi? Təəccübləndirdi. Bizim xəbərimiz təəccübləndirdidir. Bəli, bu keçmiş zamandır, yəni təəccübləndirdi. Nə etdi? Keçmiş zamandır. Çünki orada bizim d keçmiş zaman şəkilçimiz də var. Bəli, bir doğrudur, biri götürəcəm. Bir olmayan variantları əgər çıxarsam, B gedəcək, D gedəcək. 2-yə baxaq. Həmcins üzvlər işlənmişdir. İndi baxaq görək həmcins üzvlər işlənibmi burada. Deməli, cümləmiz belə idi ki, partiya sədrinin danışığı Surxay və Daşdəmir xeyli təəccübləndirdi. Nə etdi? Təəccübləndirdi. Nə təəccübləndirdi? Partiya sədrinin danışığı mübtəda, partiya sədrinin danışığı kimi təəccübləndirdi? Surxayı və Daşdəmir. Bəli, iki dənə tamamlığım var burada mənim. Deməli, həmcins üzv var. Deməli, 2 də doğrudur. Deməli, 1, 2. 1, 2, deməli bizdə C variantında, deməli cavabımız C olacaq, amma biz davam edək. 3-ə baxaq. Cümlə üzvlərindən biri feili birləşmə ilə ifadə olunub. Əvvəla feili birləşmə nədir? Feili birləşmə məstər tərkibi, feili sifət tərkibi, feili bağlama tərkibi feili birləşmə adlanır. Deməli, baxaq görək burada hansı cümlə üzvümüz feili birləşmə ilə ifadə olunub. Deməli, xəbərimiz təəccübləndirdi, yəni bu birləşmə deyil. Mübtədamız partiya sədrinin danışığı. Bu feili birləşmə yox, bu ismi birləşmədir. Yəni, deməli, üçüncü növ təyini söz birləşməsidir. Deməli, nə qədər təəccübləndirdi? Xeyli. Bu da olsun miqdar zərfli, yəni bu da söz birləşməsi deyil. Surxay və Daşdəmir də, yəni bunlar da sadə tamamlıqlardır. Yəni, deməli, 3 yanlış olacaq. 4-ə baxaq. Yanlışdırsa artıq yanlış fikirlər seçəcəyik.
Amonimliyi olan köməkçi diksiyası işlənib. İndi baxaq görək burada ümumiyyətlə bu cümlədə köməkçi diksiyası bir dənə vədir. Və də yəni amonimliyi olan bir köməkçi diksiyası deyil və yalnız bağlayıcı olur. Ona görə də deməli 4 yanlışdır. Yanlışa yazdım. Ona görə doğrudur. Bəli, 4-ü götürəcəyik. 5-ə baxaq. Mübtəda və xəbər arasında uzlaşma əlaqəsi var. Ümumiyyətlə uzlaşma əlaqəsi tez-tez düşən mövzulardan biridir. Ümumiyyətlə uzlaşma əlaqəsi mübtədanın və xəbərin arasında olur. Bir də ikinci və üçüncü növ təyini söz birləşmələri arasında olur. Deməli bu cümlənin mübtədası var, partiya sədrinin danışığı və xəbəri də var, təəccübləndirdi. Deməli bunlar arasında uzlaşma əlaqəsi var. Yəni 5 doğrudur, ancaq yanlışa yazılıb deyə götürmürəm. Deməli bizim cavabımız olacaq C variantı. 34-cü suala baxaq. Uyğunluğu müəyyən edin. Yazılışı ilə deyiliş arasında bir fərqli məqam var, iki fərqli məqam var və fərq yoxdur. Bəli, baxaq. Namizədlik. Namizədlik necə deyilir? Namizəd D, T-yə keçir. Deməli, burada dəyişiklik T-da olur. Deməli, daha sonra L, D-yə keçir. Deməli, L da D-yə keçəcək. Q da, deməli, olacaq. Deməli, burada bizim 3 fərqli məqamımız oldu. Deməli, onda deməli, A heç birinə getməyəcək. Və yeri gəlmişkən bir şey qeyd edeyim ki, namizədlik sözündə A hərfi də uzanacaq, namizədlik belə, ancaq o zamanı bir fərq kimi saymayacağıq. Sadəcə olaraq A heç birinə getməyəcək, çünki burada 3 fərqli məqam var. Ona görə də A hansı variantlarda varsa, mən onu çıxardıram. Deməli, B gedir, daha sonra C də gedir. Davam edək. Deməli, çəltikçilik. Çəltikçilik necə tələffüz olunur? Çəltik, yəni K, ih olacaq. Sondakı K da ih olacaq. Yəni burada 2 fərqli məqam olmuş olur. Deməli, 2-yə gedəcək B. 2-yə B gedəcəksə əgər, Y-ni də çıxardıram. Ya A qalır, ya da D qalır. C-yə baxaq. Sönməyən. Sönməyən, sönməyən kimi tələffüz olunur. Yəni, deməli, N hərfi M olacaq. Daha sonra Ə hərfi Ü olacaq. Sönmüyən. Bəli, burada sadəcə olaraq 2 fərqli məqam var. Ona görə də deməli 2-yə həm də C gedəcək. Deməli 2-yə BC, 2-yə BC deməli həm A-da var, həm D-də var. Davam edək. D variantına baxaq. Söhbət. Söhbət sözündə heç bir fərqlənmə yoxdur. 3-ü də gedəcək D. Deməli mənim cavabım elə A çıxacaq. Y-yə də baxaq. Kirpik. Kirpik sözündə bir fərqli məqam olacaq. Çünki kirpik, yəni sondakı K sadəcə olaraq i-yə keçir. Yəni x-ə keçir. Ona görə cavabımız olacaq A variantı. Ümumiyyətlə çalışın ki, testləri eləyəndə, yəni bu tərzdə testləri variantları çıxararaq eləyin. O zaman sizin variantlarınız azalacaq və daha rahat tapacaqsınız. 36-cı suala baxaq. Hansı cümlələrdə zərf işlənməmişdir? Bir şey qeyd edim, şagirdlərin çox çaşırdığı mövzudur bu. Yəni və həmişə də düşən mövzulardan biridir. Zərf deyəndə, dedikdə, yəni zərflik axtarmayın orada. Yəni sadəcə olaraq zərfə baxın. Yəni ola bilər ki, həmin cümlədə zərflik olsun, amma zərf olmasın. Sizdən zərf soruşanda, yəni siz sadəcə olaraq nitq hissəsinə yönəlin. Məsələn, hər şeyə kör-körənə inanmaq olmaz. Yəni bu cümləni təhlil edirsiniz ki, siz? Yəni bu cümlədə əksəriyyətə təhlil edir. Yəni zərfliyi tapır və zərf kimi götürür. Təhlil eləməyin. Nitq hissəsi soruşursa sadəcə olaraq nitq hissəsinə yönəlin. Cümlə üzvü kimi niyə baxırsınız ki ona? Məsələn, hər şeyə kör-körənə inanmaq olmaz. Bəli, burada zərf var. Kör-köranə. Kör-köranə tərz hərəkət zərfidir. Bəli. Deməli, birdə zərf var, ona görə biri götürməyəcəm. Deməli, Y gedir, C gedir. 2-yə baxaq. O, çay içə-içə söhbətini davam etdi. İndi, burada əksər şagird bunu götürəcək. Götürəcək ki, burada var da, necə söhbətini davam etdi? Çay içə-içə, yəni tərz hərəkət zərflik var. Belə götürüb zərfi götürəcək. Lakin, bəli, tərz hərəkət zərfliyi var. Ancaq cümlədə bu içə-içə özü zərf deyil axı. İçərək, bu feili bağlamadır. Yəni, zərfliklə zərfi qarışdırmayın. Sizdən sadəcə olaraq zərf soruşursa, yəni nitq hissəsi soruşursa, sadəcə olaraq nitq hissəsinə fikir verin. Tək-tək baxın məsələn. O görürəm ki, əvəzlikdir, çay isimdir, içə-içə artıq feili bağlamadır. Yəni bu feildir. Ona görə də mən 2-ni götürəcəm. 2 də hansı variantlarda var? A-da var, D-də var. B-ni də çıxardıram. C-yə baxaq. Həyətdə bir dəstə uşaq həvəslə oynayırdı. Deməli burada bizim zərfimiz həvəslədir. Necə oynayırdı? Yəni 3-ü də çıxardacağam, 3-ü götürmürəm. Deməli cavabımız olacaq D variantı. Növbəti cavablara da baxaq. 4-də deyir ki, qatar stansiyaya çatar-çatmaz fit səsi eşidildi. Deməli, burada da əksər abituriyent götürür ki, yəni nə zaman fit səsi eşidildi? Qatar stansiyaya çatar-çatmaz. Yəni bu zərf deyil, bu zaman zərfliyidir. Yəni bu feili bağlamadır sadəcə olaraq. Nitq səsi olaraq çatar-çatmaz burada feildir. Yəni feili bağlamadır. Yəni bunu zərf kimi götürməyin. Ona görə də yəni 4-də zərf işlənməyib. 5-ə baxaq. Qardaşım gülə-gülə atama yaxınlaşdı. Bəli, burada da necə yaxınlaşdı? Gülə-gülə yaxınlaşdı. Yəni, nə olsun ki, burada tərz hərəkət zərfliyi var. Siz nitq hissəsinə fikir verin. Yəni, gülə-gülə, gülərək. Yəni, bu feili bağlamadır. Ona görə də cavabımız olacaq 2, 4, 5. 36-cı sual. Çox düşünən az danışar.
cümləsinin tərkibində üzərində rəqəm yazılmış sözlərin yeri dəyişdirilsə nə baş verər? Bu tipli suallardan deməli yeri dəyişdirilsə nə olar? Belə suallarda əvvəlcə siz birinci verilən cümləni təhlil edin. Daha sonra yerini dəyişdirin və yenidən təhlil edin. Görün nəsə bir şey dəyişiklik baş verəcəkmi? Amma mən belə başa düşdüyüm qədərilə burada heç bir şey dəyişilməyəcək. Çünki çox olmaz elə saydır ikisi də. Yəni burada daha çox zərf kimidir. Baxaq. Çox düşünən az danışar. Nə edər? Danışar, xəbər. Kim? Çox düşünən. Deməli, burada olacaq müftudamız, yəni fe'li sifət tərkibi. Nə qədər danışar? Az danışır. Bu da olacaq miqdar zərfliyim. Deməli, bunların yerini dəyişsək belə olacaq. Az düşünən çox danışar. Yəni bir dəyişiklik baş verməyəcək. Çünki həmin şey olacaq. Yəni az düşünən çox danışar. Yəni heç bir dəyişiklik baş verməyəcək. Sadəcə cümlənin mənasında bir dəyişiklik baş verəcək. Mənanın da yəni qrammatik cəhətdən heç bir aidiyyatı yoxdur. Deməli, cavablarımıza baxaq. Nə baş verər deyir. Cümlə üzvlərinin sayı azalar. Xeyr, azalmır, yəni eyni qalacaq. Deməli, 1 yanlışdır. 1-i götürməyəcəm. Deməli, C gedir, B gedir. 2-yə baxaq. Üzərində rəqəm yazılmış sözlərin sintaktik vəzifəsi dəyişər. Sintaktik vəzifəsi dəyişərmi? Bəli, baxaq görək. Az indi burada hazırki formada zərflik olursa, miqdar zərfliyi olursa, yerin dəyişəndə bəli müftudanın deməli ifadə vasitəsinin tərkibində gedəcək. Ona görə də deməli 2 doğrudur, 2-ni götürəcəm. 3-ə baxaq. Cümlənin quruluş növü dəyişər. Biz bilirik ki, cümlələr quruluşuna görə 2 cür olur. Sadə cümlə və mürəkkəb cümlə. Bu cümlə bu şəkildə də sadə cümlədir, çünki cümlənin bir qrammatik əsası var. Yəni cümlənin bir müftuda xəbəri var. Ona görə sadədir. Yerini dəyişdirsəm yenə də sadə olacaq. Ona görə də cümlənin quruluş növü dəyişməyəcək. Deməli, 3 də yanlışdırsa, deməli mən onda A-nı da, D-ni də çıxardıram. Onda cavabımız qalır Y variantı. Davam edib baxaq. Cümlə üzvlərinin sayı sabit qalar. Bəli, bunu az öncə qeyd etdim. 2, 4, 5-ə baxaq. Cümlənin məqsəd və intonasiyaya görə növü dəyişməz. Bəli. Əvvəla cümlənin məqsəd və intonasiyaya görə növü nədir? Yəni nəqli cümlə, sual, əmr və nida cümləsi. Bəli. Yəni bu cümlə bu şəkildə də nəqlidir. Yerin dəyişəndə nəqli olacaq. Ona görə də cavabımız olacaq burada Y variantı. Növbəti suala baxaq. 37. Nümunəyə əsasən doğru fikirləri müəyyən edin. Ey dilsiz gözlərin qara röyası, arxanca qarğadı qullar, əsirlər. Deməli, baxaq, köməkçi hissələrindən qoşma və nida işlənmişdir. Baxaq, görək, ey var, bəli, burada mən nidanı gördüm. Qoşma varmı? Bəli, arxanca qarğadı, yəni arxan ilə, deməli, birgəlik qoşması var. Bəli, 1 doğrudur, ona görə 1-i götürəcəm. 1 olan variantlar harda var? Deməli, C olmayacaq, D olmayacaq. 2-yə baxaq. İsimlər adlıq və yəlik haldadır. Əvvəla bura bir diqqət yetirin. İsimlər deyir, yəni sözlər demir. İsimlər dediyinə görə buradan biz məhz isimlərə yönəlib onların hallarına baxmalıyıq. Yəni, amma sözlər adlıq və yəlik halda desə, bəli, burada biz sifətə də baxa bilərik, saya da baxa bilərik, məsələn, varsa. Amma isim dediyinə görə biraz ehtiyatlı olmaq lazımdır. Deməli, bu cümlədə isim hansıdır? Ey nidal dedik, dilsiz sifətdir. Olmaz, gözlərin var. Bəli, altına xətt çəkmək lazımdır bunun. Deməli, sonra röya var, bəli, qara sifətdir götürmək, röyası isimdir. Arxanca, arxan ilə, bəli, bu da deməli isimdir. Qarğadı feildir, qullar, bəli, və əsirlər, bəli, bunlar deməli isimdir. Baxaq görək hansı haldadır. Deməli, ey dilsiz gözlərin qara röyası, gözlərin röyası, yəni bu deməli yəlik haldadır, gözlərin röyası adlıq haldadır. Arxan ilə, bəli, sənin arxan, yəni mənsubiyyət var burada, başqa bir hal şəkilsi yoxdur, adlıqdır. Qullar, əsirlər, bəli, bu da adlıqdır. Deməli, 2 də doğrudur. İsimlər adlıq və yəlik haldadır. Deməli, 1, 2, onda deməli biz B-ni də çıxardırıq. 3-ə baxaq. Bir düzəltmə, bir sadə sifət işlənib. Əvvəla biz sifətlərə baxaq. Deməli, burada sifət olacaq, dilsiz, düzəltmədir. Daha sonra qara var, qara da sadədir. Deməli, bir sadə bir düzəltmə sifətim hələ ki var. İkinci misrada da bəli, sifət yoxdur. Deməli, 3 də doğrudur. O zaman cavabımız olacaq bizim Y variantı, yəni 1, 2, 3. Digər vərdlərə də baxaq. Cəm şəkilsi qəbul etmiş sözlər fərqli diksiyələrinə aiddir. Deməli, burada cəm şəkilsi qəbul etmiş sözlər hansıdır? Qullar, əsirlər, bir də gözlər. Xeyr, bunlar fərqli diksiyası deyil, bunların 3-ü də isimdir. Ona görə də deməli 4 yanlışdır. 5-ə baxaq. Təsriflənən feil idi köməkçi sözü ilə işlənmişdir. Bu cümləmizdə feilimiz bizim hardadır? Ey dilsiz gözlərin qara röyası, arxanca qarğadı, bəli. Qarğadı sözü xeyr, burada idi hissəcəyi yoxdur. Yəni qarğadı nə etdi? Sözün kökü qarğadır. D da burada yəni keçmiş zaman şəkilçisidir. Yəni ona görə idi deyil o. Yəni şu idi keçmiş zamanda. Ona görə 5 də yanlışdır. Deməli cavabımız olacaq bizim Y variantı. 38-ci sual. İsmi xəbərli müəyyən şəxsli cümləni müəyyən edin. Bu tipli suallarda
hansı daha rahatdırsa o hissədən başlayın. Yəni görürük ki, bizdən burada 2 dənə şey soruşur. Həm ismi xəbəri soruşur, həm müəyyən şəxsi cümləni soruşur. Yaxşı olar ki, birinci ismi xəbərdən tapaq. Çünki onu tapmaq daha asan olur. Deməli, təbiəti qorumaq işinə etinasız olmayaq. Nə etməyək? Etinasız olmayaq. Mən baxdım ki, artıq bu ismi xəbər deyil, fe'li xəbər. Deməli, A olmayacaq. B-yə baxaq. Kənd adamları sevinirdilər. Nə edirdilər? Bu da artıq fe'li xəbərdir. Çünki fe'llə ifadə olunub. Onu da çıxıram. C-yə baxaq. Fərhadın qardaşı dostumdur. Bəli, kimdir? Dostumdur. Bu ola bilər. Çünki xəbərimiz isimlə ifadə olunub. Əsrin əvvəlləridir. Nədir? Bəli, əsrin əvvəlləri bu da ola bilər. İsmi xəbərdir. Yol ayrıcı adamlarla dolmuşdu. Nə etmişdi? Dolmuşdu. Bu xeyr, bu fe'li xəbəridir. Deməli, cavabım ya C olacaq, ya D olacaq. İndi keçək digər qismə. Müəyyən şəxsi cümlə. Müəyyən şəxsi cümlə nədir? Müfidası olan, olması da bərpa olunan. Deməli, baxsam ki, Fərhadın qardaşı dostumdur. Kimdir? Dostumdur. Kim? Fərhadın qardaşı vəssalam. Bəli, müfidası var. Xəbərimiz də ismi xəbəridir. Deməli, cavabımız olacaq C variantı. D-yə də baxsaq, əsrin əvvəlləridir. Bu cümlədə ümumiyyətlə müfida yoxdur. Çünki cümləmiz bütövdə xəbərdir. Yəni, şəxsi cümlədir bu. Nədir? Əsrin əvvəlləridir. Yəni, bütövdə xəbərdir, müfidamız yoxdur. Bərpası da mümkünsüzdür. Bir daha ismi xəbərlə bir şey qeyd edeyim ki, yəni ismi xəbər yüksək ehtimalla məzunların imtahanında düşəcək. Təkrar edirəm, ismi xəbər, isim, sifət, say, əvəzlik, zərf, yəni feildən başqa bütün əsas nitqçələri, feilin də içərisində məsdər və feili sifət də ismi xəbər sayılacaq. Feili bağlama sayılmır, feili bağlama ümumiyyətlə xəbər ola bilmir. Bir də bir şey var ki, söz xəbərlər var. Suala cavab vermədən söz xəbər olan deməli sözlər var. Var, yox, lazım, bəs, gərək, mümkün. Bunlar da ismi xəbər gedəcək. Ona görə burada bunları təkrar edin ki, yəni imtahanda düşə bilər. 39-a baxaq. Sözlərdən biri yaxşı düşünülmüş fikir, rəy. Yəni bu sual Dimin test topusunda da var. Bu mülahizədir. Cavabımız olacaq B variantı. Mülahizə bir şey haqqında fikir, yəni rəy bildirməkdir. 40-cı suala baxaq. Nümunələrin birində yalnız budaq cümlənin müfidası buraxılıb. Baxın, fikir verin. Cümlədə məndən hətta 3 dənə şey istəyir burada. Çünki həm budaq cümləni istəyir bizdən. Yəni biz burada baş budağın yerini müəyyənləşdirməliyik. Həm müfidanın buraxılmağına deməli bizi istəyir, həm də yalnız budaq cümlə istəyir. Yəni elə cümlə ola bilər ki, burada hər ikisinin müfidası buraxılsın. Yəni həm başın, həm də budağın olsun, onu götürməyəcək. Yəni yalnız budaq cümlənin müfidası buraxılsın. Belə suallarda, yəni suala bir bütöv kimi baxmayın. Sualları hissələrə bölün. Əvvəlcə budaq cümlənin yerini müəyyənləşdirin, daha sonra müfidaya baxın, daha sonra baxın hər ikisində mi buraxılıb. Yəni suala mərhələli şəkildə baxın ki, səhv eləməyəsiniz. Deməli, A variantından başlayaq. Atası bilmək istəyirdi ki, Araz hardan gəlir? Əvvəlcə tapaq görək burada baş birincidir, yoxsa budaq birincidir. Ki varsa baş budaq. Birinci tərəf baş olacaq, ikinci tərəf budaq olacaq. İndi baxaq görək burada müfidalar necədir? Atası bilmək istəyirdi. Nə etmək istəyirdi? Bilmək istəyirdi. Xəbər kim? Atası. Baş cümlənin müfidası yerindədir. İndi ikinci tərəfə baxaq. Araz hardan gəlir? Nə edir? Gəlir kim? Araz. Mən baxıram ki, hər iki tərəfin müfidası yerindədir. Ona görə də cavab A deyil. Çünki mənə deyir ki, yalnız budağın müfidası buraxılsın. Yəni birində qalacaq, birində buraxılacaq. Görürəm ki, heç nəyə inanmırsam. Yenə də ki varsa, baş birinci, budaq ikinci. Baxaq, nə edirəm, görürəm. Müfidam, deməli, baş cümləmin müfidası görürəm ki, buraxılıb. Mən görürəm çünki. Deməli, digər tərəfə baxaq. Heç nəyə inanmırsan, nə etmirsən, inanmırsan, kimsən? Burada hər ikisində müfida buraxılıb. Ona görə B də deyil. C-yə baxaq. Dedim evlərinə adam göndərin. Yenə də, burada bir şey var. Görürsünüz ki, bu cümlədə sizə bir ipucu yoxdur, bir şey verilməyib, amma siz özünüz bura görə nə əlavə eləyə bilirsiniz? Dedim ki, evlərinə adam göndərin. Deməli, burada artıq baş birinci, budaq ikincidir. Nə etdim, dedim ki, mən, yenə müfidadan buraxılıb, evlərinə adam göndərin. Nə edin, göndərin kim? Siz. Burada da hər ikisində, deməli, budaq cümlə, yəni, daha doğrusu hər ikisində müfida buraxılıb, ona görə C də deyil. D-yə baxaq. Təzəcə gəmiyə minmişdik ki, kapitan səfərin təxirə düşdüyünü dedim. Bəli, bir şey qeyd edim. Burada ki bağlayıcısı var. Bəli, mən qeyd etdim ki olanda birinci baş olur, ikinci budaq olur. Lakin bunu əvvəlki izahlarında da qeyd etdiyim kimi, əgər cümlədə ki varsa və cümlənin tərkibində əgər təzəcə, yenicə, indicə bu tipli zaman məzmunlu ifadələr varsa və yaxud da yoxdur, amma siz özünüz baxırsınız ki, cümlədə zaman məzmunu var. Yəni, təzəcə gəmiyə minmişdik. Nə zaman minmişdik biz gəmiyə? Bu tipli sual verəndə və ki varsa, o zaman burada artıq tərsinə olur. Yəni, birinci budaq cümlə olacaq, ikinci baş cümlə olacaq. Yadınızda bunu saxlayın. Çünki gördüyünüz kimi din məhz o qismdən də salır.
Deməli, bizim burada budaq cümləmiz olacaq. Birinci tərəf, təzəcə gəmiyə minmişdik ki. Nə etmişdik ki, minmişdik ki, kim? Biz. Bəli, budaq cümlə mübtədası buraxılıb. İndi baxaq görək baş cümləmizdə vəziyyət necədir. Kapitan səfərin təxirə düşdüyünü dedi. Nə etdi dedi? Kim? Kapitan dedi. Bəli, cavabımız olacaq burada D variantı. Çünki burada yalnız budağın mübtədası buraxılıb. Yəni başın mübtədası yerindədir. Ona görə cavabımız olacaq D variantı. Y variantına da baxaq. Hesablamalardan sonra öyrəndik ki, vur tut 8 manat pul var. Deməli, burada 2 var. Bəli, burada gördüyünüz kimi təzəcə yenicə məsələsi yoxdur. Ona görə də öz qaydasında, yəni baş birinci, budaq ikinci. Baxıram görüm necədir vəziyyət burada. Nə etdik, öyrəndik ki, biz başın mübtədası buraxılıb. Gördüyüm kimi, yəni onsuz da cavabım bu olmayacaq. Çünki mənə deyir ki, yalnız budağın mübtədası buraxılsın. Burada isə başın mübtədası buraxılıb. Digər tərəfdə isə vur tut 8 manat pul var. Var xəbər, bayaq az öncə də sizə qeyd etdiyim kimi, suala cavab vermədən müstəqil xəbər olan sözdür bu. Var, nə var? Pul var. Bəli, burada budaq cümlənin mübtədası yerindədir. Yəni burada başın mübtədası buraxılıb sadəcə olaraq. Amma məndən isə şərtdə istəyir budaq cümlənin mübtədası buraxılsın. Ona görə cavabımız olacaq D. Bugünlük bu qədər. Çox sağ olun bura qədər izlədiyiniz üçün. Videonu bəyəndinizsə dostlarınızla paylaşmağı və bəyənməyi unutmayın. Sağ olun.